Türkiyənin TV8 kanalında yayımlanan O Səs Türkiyə musiqi müsabiqəsində tez-tez həmvətənlərimizin heyrətamiz çıxışlarının şahidi oluruq. Bu dəfə isə bizi tanımağınıza az qaldı söyləyən Azərbaycanlı iştirakçılar özlərini münsif heyətinə sözün əsl mənasında tanıtdıra biliblər. Özü də səhnəyə çıxan ilk anlardan. Gənc reperlər coşqu dolu həmin anların təəssüratlarını ekskluziv olaraq TTV-nin Gürcüstan bürosuna danışıblar. Yeri çalkala, nazlı gülüşle göbek, beni çalkala, kol kola gir kalktı, eli çalkala, durma vətəndaşı cəntəri çalkala. O Səs Türkiyə musiqi yarışmasında bənzərsiz coşqu yaradan reperlər yarışmanın təəssüratları və hazırda üzərində çalışdıkları layihələr barədə ekskluziv olaraq TTV-yə danışdılar. O səsə getmək öz fikrimiz olmayıb. Bu Acun media tərəfindən dəvət sonrasında biz getmişik. Sevindirici haldır bizim üçün. Yəni ki, o qədər iştirakçıların içində, yəni Yeteneksizsinizin tarixində o qədər iştirakçıların içində məhz bizi seçib dəvət eləməkləri yəni bizim üçün bir sevindirici hal kimi oldu. Dostlar paytaxt Bakı ilə yanaşı Tbilisidə də konsert proqramları ilə çıxış etməyi planlaşdırırlar. Gənc reperlər Gökhan və Hakan qardaşlarından böyük dəstək aldıqlarını dedilər. Yarışmanın qalibi olacaqlarına ümid edən həmvətənlərimiz bunun üçün əllərindən gələni edəcəklərini bildirdilər. Biz artıq Gökhanla məsləhətləşəcəyik, biz hansı mahnılarla çıxacaq, nə cür şovlarla çıxacaq. Tam fərqli məncə O Səs Türkiyədə əlbəttə ki, səs müsabiqəsidir ora, amma ən çox orada performansa da baxırlar da. Yəni biz də orada tam fərqli bir şovlarla çıxmağa düşünürük, yəni ki, hazırlamışıq artıq bir neçə şovumuz hazırdır. Yəni hədəfimiz ancaq irəliyə getmək. Həmvətənlərimiz deyir ki, onlara O Səs Türkiyənin bu ilki qalibi Elnur Hüseynov da dəstək verib. İndi yeni layihələr üzərində işləyən reperlər yaxın günlərdə İstanbula qayıdacaqlar. Kaldır eller sol, heç kim sakit durmur, hamı bir yerdə kaldır.